Huşə 5-ci fəsil. İsrailin cəzası. Ey kahinlər, bunu eşidin. Ey İsrail nəsli, diqqətlə dinləyin. Ey padşah sarayında olanlar, qulaq verin. Sizin barənizdə hökm çıxarıldı. Çünki siz Mispada bir tələ, Tavor dağına sərilmiş bir tor oldunuz. Qanunsuzlar adam öldürməklə məşğuldur. Amma mən onların hamısını cəzalandıracağam. Efraimi tanıyıram. İsrail məndən gizli deyil. Çünki indi sən fahişəlik eləyirsən, ey Efraim. İsrail də murdarlanıb. Əməlləri qoymur ki, onlar özlərinin Allahına tərəf dönsün. Çünki içlərində xəyanət ruhu var. Rəbbi də tanımırlar. İsrailin qüruru özünə qarşı şəhadət eləyir. İsraillə Efraim günahlarından ötürü büdrüyüb yıxılır. Yahuda da onlarla birgə yıxılır. Qoyun keçi, mal-qara qurban eləyərək Rəbbi axtarmağa gedəcəklər. Amma tapmayacaqlar. Çünki Rəbb onları tərk elədi. Onlar Rəbbə xəyanət elədilər. Çünki biz uşaqlar doğdular. İndi təzə ay mərasimi olanda, onlar tarlaları ilə birlikdə məhv olacaqlar. Giveyada şeypur çalın, Ramada kəranay çalın, Bet-Avendə car çəkin. Düşmən arxandadır, ey Binyamin. Efraim cəza günündə viran olacaq. Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan eləyirəm. Yahuda başçıları sərhəd daşı dəyişənlərə bənzəyir. Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm. Efraim zülm gördü. Hökmlə əzildi. Çünki bilə-bilə boş şeylərin dalınca getdi. Mən Efraimlərə qarşı güvə, Yahuda nəsli üçün kif olacağam. Efraim xəstəliyini, Yahuda yarasını gördü. Efraim Aşşura getdi. Böyük padşahdan kömək istədi. Amma o sizə şəfa verməz, yaranızı sağaltmaz. Bəli, mən Efraimlərə qarşı bir şir, Yahuda nəsli üçün cavan aslan olacağam. Mən onu parçalayıb gedəcəyəm. Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq. Sonra qayıdıb öz məskənimə gedəcəyəm. O vaxtacan ki, özlərini günahkar sayaraq mənim hüzurumu axtaracaqlar. Bəlaya düşəndə həsrətlə məni axtaracaqlar.